Ailələrin dağılmasının əsas səbəblərinin biri də cütlüklərin bir-birini tanımaması və uyğunsuzluqdur. Yəni, bir oval üzlü insan fiziki olaraq çalışmağı və eyni zamanda məsuliyyət altına girməyi sevməyən birisidir və özündə əskik olansa fiziki gücdür. Bu da insanda həmişə fiziki güclü və çalışqan, bacarıqlı bir insanı da axtarır. Fiziki olaraq da çalışmağı ən çox sevən, düzbucaqlı üz formasına sahib olan insanlardır. Ümumiyyətlə, düzbucaqlı, üçbucaq insan dedikdə, bunlar doğuşdan liderdir. Bütün hər işdə, hər sahədə də liderliyi, önə çıxmağı, liderliyi sevən bir insanlar olurlar. Bu insanla ailə qurduqda, yəni oval üzlü insan düzbucaqlı üzlə ailə qurduqda, ilk olaraq tartışmada fiziki güc oval üzün üzərində istifadə olunur və bu da ailədə sorun, sıxıntılar, narahatçılıq yaranmasına səbəb olur. Bəs oval üzlü insanlar hansı üz tipinə uyğun olaraq ailə qurmalıdır? Bu sualı eyni zamanda yuvarlaq üz üçün, üçbucaq üz forması üçün insanlar üçün də demək olar. Ümumiyyətlə, oval üzdən danışmışkən, oval üzün ən yaxşı ailə qura biləcəyi üz tipi kare üzlü. Bir üz sahibinə sahib olan insanların ailə qurması daha məqsədə uyğundur, daha davamlı olur. Ümumiyyətlə, kare üzlü insanlarla ailə qurmaq hər bir üz tipi üçün bir uyğundur. Bəs sən ailə qurduğun insanın üz formasını bilirsənmi?